Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Xırdalan şəhərində yerləşən aboy mağazalardan biri ehtiyacı olan ailələrə pulsuz aboy verəcəyini açıqlayıb. Xəbər verir ki, bu açıqlamadan sonra mağazanın qarşısında izdiham yaranıb. Aboy əldə etmək istəyənlər sıxlıq yaradaraq mağaza qarşısına yığışıblar və çığıraraq məhsulları götürməyə çalışıblar. Hadisə yerində onların sözlərinə görə vəziyyət bir anlıq nəzarətdən çıxıb və mağaza işçiləri izdihamı sakitləşdirməyə çalışıblar. Qaradağ rayonu ərazisində bir nəfərin bank kartından 1200 manat pul oğurlanıb. Bu barədə zərərçəkən polisə müraciət edib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına görə Qaradağ rayon polis idarəsi 38-ci polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməliyyat törətməkdə şübhəli bilinən 28 yaşlı kişi cildli şəxs müəyyən olaraq saxlanılıb. Araşdırma zamanı saxlanılan şəxsin zərərçəkənin iş yoldaşı olduğu və onun telefonundan mobil tətbiq vasitəsilə ödənişi öz hesabına köçürdüyü müəyyən edilib. Araşdırma davam etdirilir.